möminlərin əmiri, Əmirül Müminin Əli ibn Əbi Talib əleyhissalamdan iman nədir deyə soruşanda, Həzrət buyurdu, Əl-imanu iqrarun bil-lisan və təsdiqun bil-qəlb və ərkanun bil-aməl. İman birinci mərhələsi dildə onu etiraf eləmək, qəlbən onu təsdiqləmək, əməldəsə onu göstərmək. Ola bilər bəzisi dildə desin, amma qəlb dili neynəməsin? Təsdiqləməsin. Bizdən uzaq, o münafiqin əlamətindədir də. Deyir, səndən yoxdur, gözəl insansan, yaxşı oğlansan, yaxşı dostsan, qardaşsan. Amma görürsən ki, qıraqda elə, dalda da eşidirsən ki, deyir, heç ondan xoşum gəlmir. Məsələn, belə elədi, belə danışdı. Amma qarşılaşanda elə bağırına basır ki, heç doğma ata balasını elə bağırına basmır. Qardaş qardaşına heç elə salamlaşmır, görüşmür. Odur ki, bəzən dilin dediyini qəlb təsdiqləmir. Birinci mərhələ budur ki, dil deyə, qəlb dil dediyini təsdiqləyə və bu təsdiqsə əməldə özün göstərə və o fədakarlığı görəsən. Məsələn, deyirsən, Allaha canım qurban, malım qurban, dildə də deyirsən, ola bilər qəlbdə təsdiqləsin. Amma əmələ gələndə deyir, biraz işlə əlaqədar çatdıra bilmirəm, inşallah qılaram. 50 ildir inşallah deyir, elə bir yerə bir maşallah günə çıxmayıb ki, deyəsən maşallah, bu da başladı. Birinci mərhələ dildə iqrar eləmək. İkinci mərhələ dil dediyini qəlbin təsdiqləməsi. Üçüncü mərhələ əməldə onu göstərməkdir. Deməli, bu dünyanın imtihan dünyası olduğunu hamımız cavanlı, qocalı 7-dən 77-yə məcazi mənada hamımız bilirik. Bir sözlə, insan bu imtihanda dili ilə yox, sözünə, sədaqəti ilə ölçüləcək və imtihan olunacaq. Bəzən bir insanın bütün dəyəri demək olar ki, bir kəlmədə gizlənir. Yəni, onun sözündə, onun şəxsiyyəti, onun şəxsiyyətinin təsdiqi onun sözündə formalaşır.